əl altında çörək, kurabiyələr, yəni bişintilər, banan, xüsusən doyurucu meyvələr falan olmamaq şərti ilə. Çünki nə qədər çox doyurucusa, o qədər çox kalorisi var, o qədər çox da uşaqda toxluq hissi yaradır. Nəticə etibarilə bizim gözümüzə görünməyən adi bir peçenyanın belə deyək də kalori dəyəri, əgər bu sadə ağ undan hazırlanırsa, hələ tərkibində şəkər də varsa, balaca bir peçenyanın kalori dəyəri 50 kilokalorini keçə bilər. Və düşünün ki, ondan gün ərzində bir 10 dənə yesə, bu artıq 500 kilokalori eləyir və 500 kilokalori alıbsa uşaq yeməyi niyə yesin? Birisi necə bir şeydir? Biz böyüklər həvəslənib, belə deyim də, nəyisə görərək, o vizual olaraq bizdə iştah yaranır deyə nəyisə üstündən yeyə bilərik yeməyin. Uşaqlar daha ağıllıdırlar o barədə və ehtiyaca görə davranırlar. Biz misal üçün 2000 kalori alıb üstündən bir 500 kalori də ala bilərik bir tort yeyib, uşaqlar onu eləməzlər. Uşaqlar onu yedisə, misal üçün nəyisə, nə bilim, kalorili bir qida yedisə, lap meyvə olsun, ya dediyim kimi şirniyyat olsun, o hesab edin ki, bir öğün yemək yeyib artıq. Bundan sonra bir 3 saat, 4 saat, bəlkə də 5 saat acımaz. Tərkibindən asılı olaraq, başa düşürsünüz. Bir də şirniyyat yeməyin, şəkərli qidaları yeməyin bir mənfi cəhətlərindən biri də odur ki, bu qidalar uşağın qanında şəkəri birdən-birə qaldırırlar. Eyni zamanda sürətli insulin artımına səbəb olurlar. Şəkər artır, insulin artır. İnsulin bu şəkəri hüceyrələrə daşımalıdır. İnsulin daşıyıb qutarır, amma qanda hələ də qalır insulin səviyyəsi, şəkər olmasa da. Eyni zamanda insulin yüksəkdir deyə şəkər düşmüş olur. Şəkər düşən kimi bədən insulin yenə şəkər tələb edir. İnsulin şəkər tələb elədiyinə görə uşaq gedir, gəlib abur-cubur olsun, chips olsun, suxarik olsun, adi peçenyalar olsun, onu axtarır. Qənd belə olsa ağzına atmaq istəyəcək ki, yeyim. Amma uşaq normal qidalansa, normal tərəvəz, normal yemək alsa, heç vaxt onun şəkəri o qədər belə deyim də sürətli oynamaz, qalxıb düşməz və elə tez acımaz. Başa